Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, hər gün mömin sabahladığı zaman o oynaq sümükləri ədədincə sədəqə verməsi lazımdır. Allah Resulü sallallahu aleyhi ve sellem o sədəqə verməsi lazımdır deyərkən nəyə işarətən bunu deyir? Yəni Allah Teala sənə bir gün daha nəsib elədi, Allah Teala səni bir gün daha sağlam çıxardısa əgər, bu günün şükrü olaraq Allah Teala'ya o verdiyi nemətlər üzərindən şükr etmək üçün nə lazımdır? Sədəqə vermək lazımdır. O sədəqə nə qədər olmalıdır? Oynaq sümükləri ədədincə sədəqə vermək lazımdır hər gün. Və təbiidir ki, hər bir müsəlmanın buna davamlı gücü yetməz. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem bizim üçün sədəqənin imkanlarını geniş tutur. Yəni sədəqə yalnız mal ilə verilən və pulla verilən bir şeydən ibarət deyil. Və Allah Resulü necə buyurur? Hər təsbih, yəni Subhanallah zikri sədəqədir. Sonra necədir Rasulullah? Hər təhmid, yəni Elhamdülillah zikri sədəqədir. Yəni sən Subhanallah dedikcə, Elhamdülillah dedikcə günün şükrünü ödəməyə çalışmış olursan. Sonra Rasulullah necə buyurur? Hər təhlil, la ilahe illallah sədəqədir. Hər təkbir, yəni Allahu Ekber sözü sədəqədir. Yəni yalnız sədəqə pulla olmur. Sən sabahlamısan, duha vaxtına gəlib çıxmısan, sədəqə verirsən, sədəqəyə imkanın yoxdur, zikirləri eləyirsən. Bu sədəqədir. Sonra Rasulullah necə buyurur? Yaxşılığı əmr eləmək sədəqədir. Pislikdən çəkindirmək sədəqədir. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem ən sonda buyurur ki, bütün bunları əvəz eləyir duha vaxtında qılınan 2 rükət namaz. Yəni sən duha vaxtında qıldığın 2 rükət namaz sənin üçün günün şükrünü ödəməyə bəs eləyir. Yəni ödəyəcəyin sədəqələr, zikirlər, əmr bil maruf, yəni hansı şükür olaraq eləməliydin? Allah Resulü ki, duha vaxtında qılınan 2 rükət namaz bütün bunları ödəyir. Yəni bu da həmin o vaxtın dəyər və qiymətini göstərmiş olur.